Hoş gördük hörmətli izləyicilər. Hər kəsin sabahı xeyir olsun. Yorumumu kim yazmaq istəsə, yorumu burada yaza bilər. Mən onun birbaşa yorumunu görəcəm. Bugünkü mövzumuz dəriyə qulluq, kosmetik vasitələr və onların orqanizmə mənfi təsirlərindən olacaqdır ki, bugün təsadüfən mən bir hadisəyə rastlaşdım. Yəni gəldiyim, piyada gəzdiyim məkanda, parkda gəzirdim. Ətrafda olan gənc xanımları gördüm və təbii gənc xanım görə bilmədim. Yəni hər birinin üzündə təbii dərisi olan gənc xanım görə bilmədim və bu məni bir vətəndaş olaraq, həkim olaraq, mütəxəssis olaraq düşündürdü ki, bu nə deməkdir ki, bunun axırı hara gedəcək ki, xanımlar, gənclərimiz ta ki, üzündə kosmetika vurmağa məcburdular, çünki dərilərində belə də allığı yoxdur, qırmızılığı yoxdur, çəhrayılığı yoxdur, anemiyadır hamı. Bu anemiya insanında da hamıda belə deyək, əsəb, stres və s. var. Çünki biyolojik çatışmayan insanın əsəbi stresi olacaq, yodu çatışmayan insanın, nə bilim, maqnezium çatışmayan insanın, kalsium çatışmayan insanın stresi, əsəbi olacaq, qızığı olacaq. Bu tərəfdən də ki, bu anemiyanın üzərini örtmək üçün hamısı götürüb üzünə pudralar vururlar ki, bu pudralar da kimyəvi maddələrdən hazırlanır. Bunlar da dərinin tamlığını tutur və süni olaraq gözəllik verir. Nəticədə amma həmin xanımın pudranın altından dərisiz nəfəs almır, qidalanmır, oksigenləşmir və hava təsiri olmur. Nəticə etibarından belə çıxır ki, uşaqlarımız, gənclərimiz gələcəkdə dəri xərçənginə qədər problemlər yaşayacaqlar. Dərinin iltihabı xəstəliyinə qədər problem yaşayacaqlar, sınaqlara qədər. Bu dəri nəfəs almalıdır, dəri təmiz oksigenli, azonlu su qəbul etməlidir. Dəriyə qulluq təbii olmalıdır. Əslində dəridə olan o pulçuqlar, nə bilim, lazımsız şeylər təmiz su ilə silinməlidir, azonlu su ilə silinməlidir və dəriyə hava dəyməlidir. Bu isə götürüb pudranı vurmaqla havasızlıq yaradırlar və oksigensiz yaradırlar. Biz bilirik ki, orqanizm D vitamini ən çox dəri vasitəsilə qəbul etməlidir. Çünki D vitamini orqanizmdə sintez olunmur. Günəş təsirindən, günəşin ultraviyolət şüaların təsirindən dəridə D vitamini sintezi yaranır və qana keçməlidir. Hadasa qaraciyərdə də ehtiyat fonda toplana bilər. Təsəvvür edin ki, hər yer bağlıdır. Üzü də kraskalayıblar, pudralayıblar. Onda D vitaminisizdir ki, onda hamı. İstənilən adam gedin, yoxlatdırın, qan analizi verdirin, D vitamini yoxlatdırın. Hücrəsiz D vitamini çatışmamazlığı var. D vitamini çatışmırsa, deməli, qana kalsium da sorulmayacaq. Qana kalsium sorulmayacaqsa, deməli, dəmir də sorulması pis olacaq. Və digər sink, maqnezium mikroelement var ki, 60 mikroelement, onlar da qana sorulmayacaq. Nəticədə nə baş verəcək? Anemiya, nəticədə olacaq nevroz, panik atak, depressiya, ruh düşkünlüyü, hərassızlıq, negativlik və yaşam enerjisi aşağı düşməsi, xoşbəxtlik hormonlarının, serotonin, dopamin, oksitosin ifrazın olmaması və bu vitaminsizlikdən də saçın tökülməsi, dırnaqların qırılması, epidemiyalar və gələcəkdə xroniki xəstələrin əmələ gəlməsi, streslər, piylənmələr, hormonal sistemin pozulması və nəticədə xəstəliklər və həkimlər və dərmanlar və sonra növbəti xəstəliklər, həkim və dərman və bununla da heç də durum yaxşı olmayacaqdır. Mənə elə gəlir ki, insanlar bu barədə özləri fikirləşməlidir. Belə bir söz var, hər sabah hamıdan erkən oyanan xoşbəxt olur və ruhsuz olur. Belə bir deyim var. Çalışın ki, hər sabah erkən oyanın, təmiz havanı bədəniniz hiss etsin, biraz təmiz havada olun, heç olmasa balkonuna çıxın, təmiz havada olun, dərinizə qoy, təmiz hava dəysin, oksigen dəysin, bədəniniz biraz üşüsün. Bundan sonra isə ikinci etapda üzünüzü yuyun, higiyeni qulluq edin və ondan sonra isə yaxşı təbii qidalardan qidalanın və yaxud da qida əlavələri varsa, onları qəbul edin. Xüsusən də yeməkdən öncə bitki mənşəli qida əlavələri qəbul edin. Zeytun yiyin, səhər-səhər bir 2 qaşıq, 3 qaşıq tvarok yiyin. Bunlar hamısı sizin orqanizmanızda müəyyən effekt verəcək. 21 gün bu nədir? Gündə bir dəfə
balıq yağına uyğun qidalar, balıq yağı, krevetka və yaxud da qoz ləpəsi istifadə edin, üstə badam bir dənə də olsa istifadə edin. Duzlar var, iri duzlar, sol deyirlər, yodlu duzlar, ondan yeməyinizə qatın, mesela 1-2 qram yeməyinizdə olsun. Yeməkləri mütləq göy-göyərtini çox yiyin yeməklərdən öncə, su için yeməkdən öncə meyvətlərə vəz yeməkdən 1-2 saat sonra, amma göy-göyərtini yeməkdən əvvəl qəbul edin. Düyü tərkibli qidalar, soyalı qidalar, paxladır, lobyadır, lərgədir, mərcidir, bu kimi soyalı qidaları qəbul edin. Bunlar hamısı orqanizmanıza müsbət təsir edəcək, orqanizmanızın saat kimi işləməsi, maddə mübadiləsinin normallaşması və bioloji saatların nizamlanması və meridianların enerji axının nizamlanması baş verəcək dostlar. Əgər bunları etməsək, təbii ki, ciddi problemlər yaşayacağıq. Xəstəlik və dərman, diagnostika və müalicələrə çoxlu pul xərcləyəcəyik. Mənə elə gəlir ki, Tibet təbabətinin məhsullarından istifadə etmək, doktor Tibet məsləhətlərini almaq, bildiklərimizdə az da olsa halqa çatdıra biliriksə, nə xoş bizə. Sağ olun, əlaqə nömrəm 050 355 2716-dır. Əlaqə saxlayın.